Uşağın ürəyinə ən çox fayda verən 3 meyvə hansıdır? Hansı yaşda uşaqdan söhbət gedir? Birinci əvvəl ki, onu tənzimləyək. Deyirəm ki, 6 aylı uşağa hansı meyvədən söhbət gedirsə, başqa şey. 6 yaşındakı uşağa hansı növ meyvə gedirsə, başqa şey. Yəni, hər yaşına görə gərəkən protein alınması, mineral alınması, vitamin alınması vacib amillərdən birisidir. Ancaq ən çox, Peyğəmbərimiz ən çox sevdiyi şey banan olub. Hər yaşda dəvanıdır, dərmanıdır. Deyirəm, mövsimə görə, məsələn, indi biz payız dövründəydik. Narangillər çıxır, onlar, almalardır. İllə ki, budur deyilən bir şey yoxdur. Yəni, ya təbii ki, bu dönəmdə vişniyə, qayısı yeyilməz. Olsa da təbii yolla olan deyil və onlar hamısı gübrələrlə yetişənlərdir. Mövsimə görə yəni, hər tür meyvənin faydası var. Normal dozada qəbul etmək şərti ilə. Təbii ki, yayda nar olmaz. İsti vaxtında narı nə yer və ya qışın ortasında qarpız yeyilməz. Hər kəsin özünə görə faydası var. Yəni, ona görə yaşını, başını və mövsimə görə hərəsinin özünə görə bir dəyərləndirməsi mövcuddur.